bugün mən klub funksioneri olsam, gözü qapalı, inandırım sizə, o klubu təslim eləyərəm Azərbağırova və rahat bilərəm ki, ən azından bu sancılı dönəmi rahat keçəcəm. İnandırım sizi, yəni Türkiyə futbolunda da var idi, xilaskar rolunu oynayan. Yəni sizə elə mən deyərdim, buradan Sportinfo TV-dən deyirəm, Azərbağırov Premyer Liqada xilaskar rolunu oynayır. Yəni bir klubu gətirir, xilas eləyir, istənilən səviyyəyə çatdırır, sonra klub rəhbərliyinin naşılığı, nə bilim, öz prinsiplərini ön plana çəkərək, klubun mənafelindən üstün tutaraq yeni bir qərar qəbul edirlər və yenidən yola salınır. Bugün Azərbaycan futbolunda, Türkiyə futbolunda daha çox, bilsən kim elə idi? Yılmaz Vural var idi Türkiyə futbolu. Əvvəllər Anadolunu qarış-qarış gəzmişdi. Gedirdi, klubu çıxardırdı orta pilliyə, təzə növbəti mövsüm yolları ayrılırdı. Yəni, odur ki, Azər müəllim, siz xilaskar rolunu... Mənə elə hər şey yaxşı olar. İmişliyə, məsəl üçün, Azərbağırov profili həqiqətən də çox oturar və azarkeşlər də necə böyük rəğbətlə komandanı dəstəkləyər. Yəni, indidən mən belə düşünürəm, xəyal etmək lazımdır ki, gerçəkləşsin, amma xəyal edərkən belə o çərçivədə mən bunun belə müsbət sonluğunu belə görürəm. Yəni, APAVA'nın belə müsbət formada olduğunu görürəm. Yəni, odur ki, birinci liqadan Premyer Liqaya yüksələn klublar oturub çox ciddi şəkildə düşünsünlər. Gedib Portuqaliyanın 3-cü liqasından məşqçi gətirməsin. Hansı ki, Azərbaycana bələd olmayan, Azərbaycanda futbol nədir, necədir, topa necə baxırıq, bizim topa baxış bucağımız necədir, yəni onu bilmirik. O da inanmaq sevgisi var, neysə. Sən hər şey, Ağdamlı dörsən, maşına aparı çıxardırsan hər şey. Ağdamlı mənim, amma sən maşına hər zaman söhbətləri maşına aparı çıxardırsan. Bəli,